Salam əziz və dəyərli müəllimlər, hər vaxtınız xeyir olsun. Mən kurikulum və texnologiya təlimçisi Nəsrəva Rəyalə. Bu gün sizlərə müsahibə mərhələsində müəllimlərə verilmiş bir neçə sualın izahına baxacaq. Gəlin başlayaq. Deməli, suallardan biri valideyn qiymətdən narazı olarsa nə edərsiniz? Yəni valideyn şagirdin qiymətindən narazı olarsa, ilk öncə, yəni qiymətləndirmə haqqında məlumat verərəm. Qiymətləndirmə meyarı haqqında bunların hamısını valideynə izah edərəm ki, biz dərsə başlamamışdan əvvəl qiymətləndirmə meyarını şagirdə izah edirəm ki, şagird bilsin ki, hansı bilik, bacarıq fəaliyyətinə görə qiymətləndiriləcək və necə qiymətləndiriləcək. Həmçinin qiymətləndirmənin prinsipi haqqında da valideynə məlumat verərəm ki, qiymətləndirmə etibarlılıq və uyğunluq prinsipi var. Bizim yəni qiymətləndirməmiz etibarlı qiymətləndirmədir, düzgün qiymətləndirmədir və burada hər hansı bir yanlışa yol verə bilməyəcəyinizi vurğulayırsınız. Əgər sizin izahınız valideyni qane etməzsə, bu zaman hər bir təhsil alanın, yəni şagirdin hüququdur ki, biliyinin yenidən qiymətləndirilməsini tələb etsin və siz yenidən qiymətləndirmə təşkil edə bilərsiniz. Daha sonra növbəti sualımız rəy ilə bağlı olub. Yəni rəy nədir, rəy necə verilməlidir? Bu haqqdadır. Gəlin baxaq. Deməli, rəy bu formativ qiymətlendirmə, diaqnostik, summativ qiymətlendirmədir. Bunlar hər il müsahibə mərhələsində deməli ən çox verilən suallardan, yəni müsahibə mərhələsinin ən məşhur mövzularından biridir. Rəydir, qiymətləndirmədir. Daha sonra şagird, valideyn, müəllim münasibətidir. Yəni bunlar daha çox verilən suallardandır. Rəy formativ qiymətləndirmənin komponentlərindən biridir. Biz şagirdə konstruktiv rəy veririk. Yəni destruktiv yox, konstruktiv rəy veririk. Və bu zaman şagirdin uğurları qeyd olunur. Şagirdin hansı hissədə boşluğu var, çatışmazlığı var. Müəllim bu istiqamətdə şagirdə yol, istiqamət göstərir ki, şagird bu səhvi bir də etməsin və biz yenə deyirəm, konstruktiv rəy verməklə şagirdin fəaliyyətini stimullaşdırır. Onda şagirddə açıq düşüncə tərzi formalaşdırırıq və şagird etdiyi səhvləri, etdiyi boşluqları öyrənir və növbəti dəfə bu cür sualla qarşılaşdıqda səhvə yol vermiş olmur. Biz şagirdlərin hər birinə konstruktiv rəy verməliyik. Rəy spesifik olmalıdır, rəy xüsusi olmalıdır, rəy mümkün qədər vaxtında verilməlidir. Daha sonra qiymətləndirmə, formativ qiymətləndirmə nə üçün vacibdir? Siz ilk öncə qiymətləndirmə haqqında məlumat verirsiniz ki, formativ qiymətləndirmə məktəbdaxili qiymətləndirmənin bir növüdür. Formativ qiymətləndirmə dərs boyu aparılır və şagirdi olduğu yerdən olmaq istədiyi yerə aparılan bir qiymətləndirmədir. Şagird fəaliyyətini izləyir, şagirdi monitorinq edirik, şagirdin çatışmayan cəhətlərini vurğulayıb şagirdi inkişafa aparırıq. Ənənəvi qiymətləndirmədə qiymətləndirmə yekunlaşdırıcı xarakter daşıyırdı. Amma indiki müasir təhsildə formativ qiymətləndirmə şagirdi inkişafa aparır. Məhz formativ qiymətləndirməni şagirdi inkişaf etdirmək, olmaq istədiyi yerə aparmaq üçün aparırıq formativ qiymətləndirməni. Daha sonra tənqidi təfəkkürü şagirddə necə formalaşdırarsınız? Deməli, tənqidi təfəkkürün 3 növü var. Məntiqi, tənqidi və yaradıcı təfəkkür. Hər 3 təfəkkürü şagirddə formalaşdırılması vacibdir. Tənqidi təfəkkürü şagirddə formalaşdırdıqda, yəni onda aydın düşünür şagird, rasional düşünür, düzgün düşünür, dediyi fikri əsaslandırır. Əsas faktorlardan biri ilə əsaslandırmaqdır. Tənqidi təfəkkürü formalaşdırmaq üçün müşahidə bacarığı olmalıdır, nəticə çıxarma bacarığı olmalıdır, ünsiyyət olmalıdır. Ən əsası təhlil etmə olmalıdır. Təhlil etmə tənqidi təfəkkürü formalaşdırır. Bununla yanaşı debat iş üsulundan istifadə edə bilərik, 4N1KH üsulundan istifadə edə bilərik. Növbəti sual diaqnostik qiymətləndirmə nədir? Diaqnostik qiymətləndirmə şagirdin ilkin bilik bacarığının qiymətləndirilməsidir. Məktəb daxili qiymətləndirmə növüdür.
rəsmi qiymətləndirmə deyil. Tədris ilinin əvvəlində, bölmənin əvvəlində şagird məktəbini dəyişdikdə aparılır. Müəllim üçün əhəmiyyəti odur ki, planlaşdırılmasında köməklik etməyə, şagirdlərinin səviyyəsini hansı səviyyədə olduğunu ölçən bir qiymətləndirmə növüdür. Daha bir sual isə şagirdə gözləmə vaxtı verilməlidirmi? Bəli, şagirdə gözləmə vaxtı verilməlidir. Yəni şagird verilən sualı düşünməlidir. Şagirddə o zaman özünə inam hissi formalaşır. Şagird daha az səhv etmiş olur. Buna görə də şagirdə gözləmə vaxtı verilməlidir. Təlim nəticəsi necə çıxarılır? Təlim nəticəsi alt standartdan biz təlim nəticəsini çıxarırıq. Bu da dərs prosesində hansı məqsədləri reallaşdıracağımızı göstərir. Deməli, təlim nəticəsini nədən çıxarırıq? Alt standartdan çıxarılır. Daha sonra yaxşı şagirdi sözlə ifadə edin. Bizim bütün şagirdlərimiz yaxşı şagirdlərdir. Pis şagird anlayışı yoxdur. Yaxşı şagird yalnız dərslərində əlaçı olan, yəni yaxşı oxuyan şagird deyil, həmçinin də sinif, məktəb qaydalarına əməl edən, dərslərinə müəyyən qədər hazırlıqlı, çalışan, özünü inkişaf etdirən, daima irəli baxan şagirdimiz yaxşı şagird hesab edə bilərik. Bugünkü izahımız bu qədər. Növbəti izahda görüşənədək.